Salam uşaqlar. Bugün mən sizə 64-65-ci səhifələrdə olan misallardan kömək eləyəcəyəm. 64-cü səhifədə baxaq görək, bir nömrəli ilə başlayır. 64-cü səhifəmiz. Nə soruşur burada? Burada 3 dənə kub verilib. Kubun nə olduğunu siz artıq bilirsiniz. Bu figurlarla, bu həndəsi figurlarla, fəza figurları ilə siz hələ məktəbə getməmiş hazırlıqdan tanıyırsınız bu figurları. Bugün isə məqsədimiz bu figurlarla tanış olmaq deyil, bunların səthinin sahəsini tapmaqdan ibarətdir. Səthinin sahəsini tapmaq üçün uşaqlar gərək biz ilk yenidən qayıdaq kubla. Bir də yenidən dərindən tanış olaq. Biz kvadrat bilirik ki, kubun, bax belə bir kub götürmüşəm. Ekrana bilmirəm, sığışır, sığışmır. Kubdur, kub formasındadır. Kubun 6 üzü var. Bax, buradan başlayıram. Bu bəlkə siz saymağa kömək eləyər bizə. 1, 2, 3, 4. Bunu saymıram, buradan başlamışdık. 4, 5, bir də bu üzü. 6 üzü var. Kubun 6 üzü var. Kubun hər bir üzü kvadratdır. Hər bir üzü kvadratdır. Başqa cür, məsələn, sual verə bilərlər ki, ola bilər ki, kvadrat olmasın. Yox. Kubun 6 üzü var, 6'sı da kvadratdır. Bax, belə bir figura kub deyilir. Bugün bizdən tələb olunur kubun tam səthini tapmaq. Yəni, təkcə bir üzünün səthini, bir üzünün sahəsini bilirdik ki, kubun eni, bir də uzunluğu eynidir. Məsələn, bu tərəf 5 santimetrdirsə, bu da 5 santimetrdir. Bunun sahəsini tapmaq üçün, bir üzünün sahəsini tapmaq üçün 5'i 5'e vururuq. Belə də deyirik. Və yaxud da deyirik ki, bir tərəfi, kubun bir tərəfi verilir həmişə. Digər tərəflər verilmir. En, uzunluq deyilmir. En, uzunluq, belə sözlər işlədilmir. Kubun tərəfinin uzunluğu məsələdə belə verilir ki, 5 santimetrdir. Bunu biləndən sonra vurursan elə özünə. Çünki uzunluğa vursaq, elə uzunluq da elə özü deməkdir, 5 deməkdir. Ona görə bu sahəni tapmaq üçün 5'i 5'e vururuq. Olur 25. Bir, deməli ki, üzünün sahəsi 25'dirsə, bu 5'i 5'e vurmaqla, onda biz burada 6 dənə üz var. Saydıq ki, 6 üz var. Bir sahəni vururuq 6'ya, onda kubun tam səthinin sahəsini alarıq. Bütövlükdə tam. Bunun səthi neçə kvadrat metrdir və yaxud da kvadrat santimetrdir, onu tapa bilərik. Burada da bizə verilib bir tərəfi. Kubun bir tərəfi 1 metrdir. Bax, bu birinci A bəndindən gedir söhbət. Misal 1, səhifə 64'də. Bir tərəfi 1 metrdirsə, onda kubun bir üzünün sahəsini tapmaq üçün 1'i 1'e vururuq. Bax, burada bir üzünün sahəsini tapmaq üçün burada yazıram. 1 metr vurulsun 1 metrə. Bu bir üzünün sahəsidir. Və bu bir üzünün sahəsini tapandan sonra bunu da əvvəldən bir 6 yazırıq ki, 6'ya vururuq. Niyə görə 6? 6'ya burada 1 metr yazmadıq. Yəni, sadəcə 6 yazdıq. Ona görə ki, 6 burada uzunluq deyil. 6 kubun üzlərinin sayıdır. 6'nı vururuq 1'e. 6, bunu da 1'e. Yenə də 6. Bərabərdir. A bəndi üçün tapdıq ki, bu tərəfi kubun bir tilinin uzunluğu 1 metrsə, kubun tili deyilir burada. 6 metr kvadrat. Və yaxud da 6 metr kvadrat. İkincidə kubun tili 3 santimetrdir. 3 santimetrdirsə kubun tili. Biz bir üzünün sahəsini tapaq. 3'ü vururuq
3'ə. Yəni digər tərəfə vururuq əslində, amma özünə vururuq. Ya bu üst tərəfini götürək. Və bu kubun bir üzünün sahəsini tapıram. Bu 3-dürsə, bu da 3'dür. Çünki kvadratdır. Kubun bir üzü kvadratdır. 3'ü 3'ə vuracağım. İkincidə yazıram. S tam. Bura bir tam da sözdə yaza bilərəm və yaxud da yazmaya da bilərəm. Söhbət kubdan gedir. Bərabərdir. 6 üzü varsa 6'ya vuracağım. Vurulsun bir üzünün sahəsinə. Bir üzünün sahəsi 3 santimetr. Vurulsun 3 santimetrə. Bu da bərabərdir. 9 eləyər. 6'nı da 9'a vursam 54 santimetr kvadrat. Bu B bəndində olan, tili 3 santimetr olan kubun tam bütün səthinin, 6 dənə səthinin cavabıdır 54. C'də 0,8'dir til. Kubun tili 0,8'dir. Yəni, bu üst tərəfi aydın görünür deyə, bunun bir tili 0,8'dir. Özünə vururam. 0,8'dir, bax bu da. Hər yer, bu tillər hamısı 0,8'dir. 0,8'i elə kub olduğundan, bunun səthi də kvadrat olduğundan özünə vururam. S bərabərdir. 0,8 metr. Vurulsun 0,8 metr. Və bir də bunları bir-birinə vurandan sonra birinin sahəsini tapdım. Bax, bir üzünün kvadratın, bir üzü kvadratdır, onun sahəsini tapdım. Qayıdıb 6'ya vururam. Düsturda 6 əvvəldə yazılır. Onda 0,8'i 0,8'e qaralamada vurub, sonra 6'ya vuracağım. 0,8 vurulsun 0,8. Hər dəfə belə, məsələn, bura yuvarlaq bir ədəd yaza bilərlər 0,8'in yerinə. 5 yaza bilərlər, 3 yaza bilərlər. Yazmırlar ki, siz belə bir misalla qarşı-qarşıya qalasınız. Əvvəl bir neçə ay bundan əvvəl keçdiyiniz onluq kəsrə vurmağın da qaydasın. Bir daha ona qayıdıb təkrar eləyəsiniz ki, yadınızdan çıxmasın. 64, 8'i 8'e vursam 6 yadda. 8'i 0'a da vursam 0. O da 6. Yenə də 0'ı 8'e vursam, 0'ı 0'a vursam, hər ikisi 0 eləyər. Çox vaxt mən izahda demişdim ki, bu vurulmur. 4, 6, 0. 2 dənə ayırsaq, 0'dan %64. Deməli, bir üzünün sahəsi oldu. 0,64 metrin kvadratı. Bu da bərabər eləyər. İndi 0,64'ü, yəni bir üzünün sahəsini vururam. 6 dənə üzü var kubun. 24, 2 yadda, 36, o da 2, 38. 2 dənə olduğundan ayırıram vergüldə. Cavabdan 2 dənə vergüldən sağ tərəfdə onluq hissə 2 dənə ədəddən ibarətdir, 2 rəqəmlə. 3'dan %84 eləyəcək cavab. %84 metrin kvadratı. İkincidə də həmçinin belədir uşaqlar. Burada nə tələb olunur? Həmin qaydada til verilib, 4 dənə də bizdə kub verilib. Təkrar üçün bir də bunu izahla, siz bir məsələdən başa düşməzsiniz deyə ikinci bir məsələdə verilib ki, təkrar eləyəsiniz, daha yaxşı yadınızda qalsın. 2 metrdirsə, bir üzünün sahəsi olacaq, 2 vur 2. Deməli, kubun bir üzünün sahəsi kvadratdır. Kvadratın da sahəsini tapmaq üçün bir üzünün tərəfinin uzunluğunu elə özünə vururam. 6 vurulsun. 6 vurulsun. 2 vur 2'ye. 2 metr vurulsun 2 metre. Bu da bərabər eləyər. 4, 6 vurulsun 4 metr kvadrat. Bu da bərabər eləyər. Bilmirəm, indi necə görünür burada yazılar. Bəlkə mən tələsik yazıb gedirəm. Ekranda görünmür. 6'nı da 4'e vursam 24 metrin kvadratı. Belki biraz iri yazmağa çalıştım ki görəsiniz.
1 tam 2'də 1 santimetr kvadratdır. Beninci. Beninciyə keçməmiş uşaqlar. Bu 1 tam 2'də 1 santimetr mən düzgün olmayan. 2'də 1 0,5 deməkdir. Bunu 1 tam 10,5 kimi də yazmaq olar. Ona görə buraya yazıram əvvəldən. 1 tam 2'də 1, bu vergülü saymıram. 1 tam 10,5 deməkdir. Santimetrə. Onda bunun belə tapmaq lazımdır. Beninci. 6 S bərabərdir. 6 vurulsun. 1 tam 10,5 vurulsun 1 tam 10,5'ə. Mən onluq kəsir formasında yazdım. Bunu adi kəsir kimi də vurmaq olar uşaqlar. 1 tam 10,5 santimetr vurulsun 1 tam 10,5 santimetrə. Bəlkə də biz bunu elə bu kəsir formasında eləməliydik ki, təkrar bir də adi kəsirləri də bir-birinə vurmağı yadımıza salaq. Mən bunu çevirdim artıq onluq kəsirə. 1 tam 10,5'i 1 tam 10,5'ə vuracağım. Tam 10,5'ə 25, 2 yadda 7, 5, 1, 5, 12, 1 yadda 2 tam 225, 2 dənə ayırıram. 2 tam %25. 2 tam %25'i də 6'ya vururam. 2 tam %25 vurulsun 6'ya. 6 vur 5, 33 yadda 15, 1 yadda 13. 2 dənə ayırsam 13 tam 10,5. 6'ya vurdum. 13 tam 10,5 santimetrin kvadratı. C'ninciyə baxıram. C. 0,7'dir. S bərabərdir. S burada qırmızına yazmışam. Qoy qaralayaq. 6 vurulsun. 6 üzlərin sayıdır. Bir daha təkrar edirəm uşaqlar. Yeri gəlmişkən bəyənib, paylaşıb, abunə olmağı yaddan çıxarmayın. Şərhlərdə də sözlərinizə görə, yaxşı sözlərinizə görə, diqqətinizə görə sizə təşəkkür edirəm uşaqlar, gözəl balalar, valideynlər, hörmətli valideynlər. Deməli, bu dəfə 0,7'ni vuracağam. 0,7 metr vurulsun 0,7 metrə. Bu da bərabərdir. Məncə bu 0,49 eləyəcək. 0,7 vuraq 0,7'yə. 9, 4 yadda. 7'ni də 0'a vursaq 0, 4. Ayırsaq 0,49 eləyəcək. Bərabərdir. 6 vurulsun 0,49 metrin kvadratına. Burada mən yazdım, ekranda görünmədi. Bərabərdir. 6 vurulsun. Tekrar bir də yazıram, gerek yazmazdım. Siz yazmayın. 0,49'un 49 metrin kvadratına. 0,49 vurulsun 6'ya. 54, 5 yadda. 24, o da 5, 29. 2 dənə ayırsaq 2 tam %94. 2 tam %94 metrin kvadratı. Deməli, bizə C bəndində verilən, bax bu metr imiş bu. Bəli, mən də metr götürdüm elə. Bax bu. Bu kvadratın bütün üzlərinin sahəsini birlikdə hesabladıq. 2 tam %94 metr kvadrat elədi. Axırıncı qaldı. 1 tam 10'daki santimetrdə. S bərabərdir. 6 vurulsun 1 tam 10'daki santimetr vurulsun 1 tam 10'daki santimetrə. Bu da bərabərdir. 6 vurulsun 1 tam 10'dakini 1 tam 10'dakiyə vuraq. 2 vurulsun 1 tam 10'daki. Onluq kəsirlərin bir-birinə vurulmasıdır. Uşaqlar 4, 2, 2, 1. 4, 4, 1. 1 tam %44 eləyəcək. 6'nı da vururuq 1 tam %44'ə. Və yaxud da 1 tam %44'ü 6'ya. 24, 2 yadda 26, 2 yadda 8. Bu da eləyər 8 tam %64. 64 santimetrin
kvadratı. Bu deməli ikinci idi. Səhifə 64-də 2 nömrəli misal idi. Üçüncüyə baxırıq. 3-də nə deyilir? Kubun səthinin sahəsi verilib. Kubun tilini tapın. Bütövlükdə verilib. Amma bunun deyir tilinin uzunluğunu tapaq. Əvvəlcə tam deməli sahə verilibsə, tam sahə verilib 6. 6-nı bölək 6 üzə. Tam səthi 6-dır. 6 üz arasında bölək. Yəni tilin uzunluğu hansı hərflə işarə eləyək onu? Bir A hərfi ilə tilin uzunluğunu A ilə işarə eləyirəm. Bərabərdir. Bütün tam səthin sahəsi 6-dır. Metr kvadrat bölünsün 6-ya. 6-ya böldüm uşaqlar. Nəyi tapdım mən? Bir üzünün sahəsini tapdım. Bax, bir dənə üzünün sahəsini tapdım. 1 metrin kvadratı elədi. Bax, bir üzünün sahəsi 1 elədi. 1 metr kvadrat. Bax, buraya yazıram. Kvadrat. Bəs bu neçə olub ki? Bunlar 4'ü də bir-birinə bərabərdir. Bəs bu neçə olub ki, uşaqlar? Bunu özünə vuranda 1 olub. Deməli, 1 metr kvadratdırsa 6 yerə böldük. Biz hələ A-nı tapmamışıq. Bu sahədir. S kvadrat. Burada A yazmayaq. Bunu buradan A-nı ləğv eləyək. A bərabərdir, qabağında yazaq. Tilin uzunluğu bərabərdir 1 metrə. A burada yazılmır. Bura baxırıq. Sahə 54 metr kvadratdır. Bu biraz böyük bir kubdur. 6 dənəsinin cəmi 1, 2, 3, aşağı hissəsi 4, bu yan tərəfi 5, arxa tərəfi də 6. 6'sını toplayıblar 54 olub. Bəs biri nə qədərdir? Əvvəlcə birinin sahəsini tapaq. Kvadratın S kvadrat və bir üzünün bir üz S kvadrat yazıram bura. Kub yox ha. K, V kvadrat yəni bir üzü deməkdir. Bir üzü deməkdir. Kvadrat bir üzdür. Bərabərdir 54 metr kvadrat. Bölünsün 6'ya. Bu da bərabər eləyər. Bu artıq B-nincidir. B-nincidir. Mən bunu burada qırmızı ilə göstərim ki, mən artıq B-nincini eləyirəm. Bura bir B yazaq. Bu isə A-nıncı idi. A. Deməli, 54 metr kvadratı 6'ya bölüb, 6 dənə üz arasında paylaşdırıb böldüm. 9 metr kvadrat tapdım. Deməli, onda bu 9 kvadratdır. Buraya yazıram 9 metr kvadratdır. Yəni, bunun bir tili neçədir ki? Bunu özü özünə vuranda 9 olur. Onda A tili götürək. Bunu başqa bir ədədlə işarə eləyək. Bunu A elədiksə, bunu da bir B eləyək. Yaxşı, bu da B'dir. Bunu da B eləyək elə. B'nin uzunluğu və bu tilin uzunluğu. B bərabərdir. 3'ü vursuq 3'ə 9 eləyər. B bərabərdir 3'ə. 3 metrə. Üçüncü də var. Üçüncü bir burada var. Bunun da sahəsi 96'dır. Bütövlükdə bunun sahəsi 96'dır. 6 yerə bölək bir dənəsini tapaq. Yenə də S kvadratı tapırıq. Bir kubu yox, kvadratı S kvadrat. Bu C-ninci oldu. Uşaqlar C bəndi oldu. C bəndidir. Bu B bəndidir. S kvadrat bərabərdir 96 santimetr kvadrat. Santimetrin kvadratı bölünsün 6'ya. 6 yerə. 6 saydı. Bunun qabağında vahid yazmıram. 96'nı 6'ya bölsəm 16 düşər. 16 santimetr kvadrat. Bəs burada bunun uzunluğu nə qədər olar onda? Ya bunun da uzunluğunu C ilə işarə eləsək, elə burada C idi, bunu da C ilə işarə eləsək,
16. Yəqin ki 4 olacaq uşaqlar. Bu 4'dür ki. Bunun da tən ortasına mən 16 yazım. Sahəsini 16 tapdıq. Bu neçədir ki? Özünə vurmuşuq 16 olub. C də bərabərdir 4 santimetrə. Bu deməli bizim ikinci idi. Üçüncü idi bəlkə. Bəli, üçüncü idi. İndi dördüncüyə keçirik. Dördüncü kuboidin tam səthini, onun üzvlərinin sahəsini cəmini tapmaqla hesablayın. Bu kub idi. Əvvəldən sizə göstərdim ki, bunun bütün üzvləri bir-birinə bərabərdir. Kubdur, kvadratdır bütün üzvləri. 6 üzü var. Bu isə kuboiddir. Bu biraz görürsünüz uzunsovdur. Kubun üzünə diqqətlə baxsaq, bax bura görürsünüz böyükdür. Bax belə. Bunun alt tərəfi də, bunun o biri üzü də, qarşı tərəfi də bunun boydadır. İki tərəflər eynidir. Bu üzlə bu üz eynidir. Bu başda olan bu qırmızıyla, bax bu da eynidir. Amma yan tərəflər isə eynidir. Bunda da 6 üz var kuboiddə. Bax bu göy üzlə bu göy üz eynidir. Eyni uzunluğu. Ümumiyyətlə bunun sahəsini tapıb 2-yə vurmalıyıq. Daha 6-ya vura bilmərik. Çünki bunun sahəsindən 2 dənədir. Bunun da sahəsindən üstün tərəfindən də 2 dənə altdadır. Bir də var bunun qabaq tərəfi, bir də arxa tərəfi. Mən bunu daha böyük şəkildə çəkmişəm. Onu mən sizə istəyirəm göstərim. Başqa bir kağızda mən onu çəkmişəm. Görüm. Əgər onu göstərsəm, yəqin başa düşəcəksiniz uşaqlar. Bax, bu kuboiddir. Kub yox, kuboiddir. Bəlkə biraz mən bunu daha yaxşı çəkim. Bax, belə. Biraz böyük çəkirəm. Bu, bunun üst tərəfi, uşaqlar. Bu da olsun ön tərəfi. Bu da yan tərəfləri. Bu tərəfdə də var uşaqlar. Burada görünmür. Bunun alt tərəfi də budur. Bax, 2-2. Bax, bu tərəflə, bax, bu balaca. Bunu rəngləsəm daha yaxşı olar. Sizə üçün aydın olar. Bax, bu yaşılla, bu balaca. Bu eynidir. Bundan bu eynidir. Kubda 600 də eynidir. Burada ancaq qarşı tərəflər eynidir. Məsələn, bunun sahəsini tapıramsa, bu fərz eləyək ki, B-dir. Bu da C-dir qiyməti. Bax, bu da A-dır. Onda, uşaqlar, bir dənəsinin sahəsini tapıram. Əvvəlcə, bax, bunun sahəsini tapaq. Bu yerinin sahəsini tapaq. Bunun yerinin sahəsi elə üstünə bərabərdir. A-nı vururam B-yə. Düzbucaqlıdır da uşaqlar. A vurulsun B-yə. Bunun sahəsini tapdım. Bundan bir dənə deyil, axı 2 dənədir. Biri də üstündə var. Bu alt tərəfdən biri də. Onda 2-yə vururam bunu. Üstünə gələk. İndi bu balaca hissəni tapıram. B-ni vururam C-yə. Üstə gəl. B vurulsun C-yə. Bundan da 2 dənədir. Biri burada, biri də bax bu tərəfdədir. Bundan da 2 dənədir. Burada 2-yə vururam. 2 dənə olduğuna. Üstə gəl. Bir də qaldı, bax bu tərəf. Bax bu. Bu qabaq tərəf. Bir də bunun arxa tərəfi. A-nı vuracağam. Bu C-dirsə, bu da C-dir. Hündürlük, bu da C-dir. A-nı C-yə vurub 2 dənədir bu da. Biri bu, biri də arxa tərəfdə. A-nı C-yə vururam. İndi bunları baxırıq. Mən burada düstur çıxarmağa çalışıram uşaqlar. Bərabərdir. Hər ikisində 2 var. Ortaq vuruq deyirdik. Ortaq eyni olanı mötərizə xaricinə çıxarıram. 2-ni. Nə qaldı mötərizənin içərisində? A vur B. Üstə gəl. B vur C.
Üstəgəl A vur C. Bax, belə bir düsturla kuboidin səthi, bütövlükdə səthi hesablanılır 2-yə vurmaqla. İndi gəlirəm bura. Alt tərəfinin sahəsini tapmaq üçün 8-i 2-yə vuracağım. Bu A bəndidir, yazıram. Cəmi 2 dənə burada kuboid verilib. 2 dənə kuboid verilib. Biri bu, biri də bu. Alt tərəfin sahəsi 8 vurulsun 2. 8 vurulsun 2-yə. Metrdə yazardım gərək burada. 8. Bunu metr eləyək. Metr. 8-i qabağa yazarım. 2 metrə. 8 metr vurulsun 2 metr. Aşağı tərəfə. Sonra 2-ni də 5-ə vurub bu göy tərəfi tapacağım. Üstə gəl. 2 metr vurulsun 5 metr. Üstə gəl. Buranı da tapdıq. Bundan 2 dənədir. Biri yuxarıda. Göyü də tapdıq. Bir göy də buradadır. Və rəngləmədiyim var. Ama bu qabaq hissə. Buranı rəngləsəm görünməyəcəkdir. Ona görə rəngləməmişəm. 8-i hündürlük 5'dir. 8'i 5'e vuracağım. 8 vurulsun 5 metrə. Bunların hamısını da uşaqlar 2'ye vururam. 2'ye. Biz düsturda 2 çıxartdıq. Bax, burada bir 2 var. Vurulsun bu mötərizəyə. Bərabərdir. 2 vurulsun. 8'i 2 metrə vursun. 16 metr kvadrat. Üstə gəl. 2'ni 5'e vursam 10 metr kvadrat. Üstə gəl. 8'i 5'e vursam 40 metr kvadrat. Bu da bərabər eləyər. Bu mötərizənin içərisində olmalıdır bu. 16, 50. 10'dan da 40, 50, 16. 66. 66'nı da mən 2'ye vuram. 66 vur 2, 12, 1 yadda. 12, 132 eləyəcək. 132 metrin kvadratı. Bax, bunun üçün tapdım. Burada deyirdim ki, göydən 2 dənədir. Bax, burada açılışıdır. Kuboidin açılışıdır. 2 dənə kitabınızda verilib. Bu qabaq üzü qırmızı rəngdə boyamamışım. Bax, bu idi. Üst tərəflə alt tərəf isə yaşıl rəngdə. Burada göstərilib şəkildə. İkinciyə baxırıq. İkinci üçün sahəni tapırıq. İkinci üçün. 2'ni vururuq S. Burada da tam yazaq. Tam. Burada da bir S tam sözü yazarsınız. Mən burada yazım. S tam bərabərdir. Belə tapırsınız. S tam bərabərdir. Neyinirik? 6'nı 9'a vururam. Birinci 2 yazırıq. Çünki hərəsindən 2 dənə olduğu üçün vurulsun mötərizədə. 6 vur 9. 6 metr vurulsun 9 metr. Üstə gəl. Bu göy tərəfi tapıram indi. Hündürlük 9'dur. Bu tərəfi isə 4'dir. 9 metr vurulsun 4 metr. Üstə gəl. Bax, bunu tapacağım indi. Bunun sahəsi isə nə qədərdir? Burada mən 3, 9, 6, 4. Bu 6'dır. Bu da 4'dür. 6'nı 4'e vuracağım. 6 metr vurulsun 4 metrə. Bərabərdir. 54. Bunları tək-tək mən burada hesablayayım. 6 vur 9, 54. Üstə gəl. 9 vur 4, 36. Üstə gəl 24. 14 bir yadda. 10, bu da 1, 11. 114 elədi mötərizənin içərisi 114. 114'ü də 2'ye vursam bərabərdir. 2 vurulsun 114 metr kvadrat. Bu da bərabər eləyər 228 metrin kvadratı. Digər bir
5-ci. Yenə kuboiddir burada. Tam səthinin sahəsini hesablayaq. Yenə də həmin qaydada. A, B, C, D. Deməli, bunun tam səthinin sahəsini hesablamaq üçün birinci bu qırmızı yeri hesablayıram. Bundan 2 dənədir, 2-yə vuracağam. Göyü sahəsini hesablayıram. Bundan da 2 dənədir, 2-yə vuracağam uşaqlar. Hündürlük də 3 metrdir. Burada yazım 3 metr. Buraya yazmışam. Bu 3-lə qarışıq düşməsin. Qırmızının sahəsini tapmaq üçün S bərabərdir. Bunu mötərizənin içində hesablayıram. Bu qırmızını. 3 metri 8 metrə vururam. 8 metrə. Üstə gəl. Bu 3 metri bu 3 metrə vuracağım. Göyün sahəsini tapıram. 3 metr vurulsun 3 metrə. Üstə gəl. Yaşıl hissəni tapmaq üçün. Burada bu 8-dirsə, bu da 8-dir. 8-i 3-ə vuracağım. 8 metr vurulsun 3 metrə. Bərabərdir. 24 48 bu da 9. 48 ilə 9 57 eləyər. Məncə də 7 bir yadda bəli 57. Bu mötərizənin içərisi neçə elədi? 57. Bunların hərəsindən biz birini hesabladıq. Bax. 8-i 3-ə vurdum. Bir dənəsini. Bir də qaydı. Bunlar hərəsindən 2 dənə olduğundan mötərizəni 2-yə vururam. 2-yə. Tam tapdıq ki, bu 57-dir. 2 vurulsun 57 metrin kvadratı. Amma bizdə santimetrdir. Biz bura hər yerə metr yazmışıq. Bu santimetrdir. Bura biz santimetrlər düzəldiş eləyik. Santimetr. 57 santimetrin kvadratına vururam. 2-ni bərabərdir. 50-ni 2-yə vursam 100, 7-ni də 2-yə 14 bərabərdir. 114 santimetrin kvadratı. Tam üzünü istəyirdi bizdən. Bütün 6 dənə üzünü. Başqa bir kuboid verilib. Kub deyil. Yəni üzlərinin ölçüləri fərqlidir. Qırmızı hissənin bu hündürlük 7-dirsə burada. Bu hündürlük də 7-dir. Buna mən 7 yazıram. 7-nə santimetr. Bu dəfə səhv eləməyək. Yenə də S bərabərdir kuboid üçün. Tam sözü də yazıram. Bunlarda da tam yaza bilərsiniz. Qırmızıdan 2 dənədir. Göydən 2 dənədir. Yaşıldan 2 dənədir. Ona görə mötərizənin qabağına 2 yazıram. Burada birbaşa şifahi hesablayaq uşaqlar. 3-ü vuraq 7-yə. Onlar 21 santimetrin kvadratı üstə gələk. Göy hissənin 2-ni vuraq 7-yə. Göyü tapırıq. 14 santimetrin kvadratı üstə gəl. Yaşılı tapaq indi. Yaşılın bu hissəsi 3-dür. Və bu da 3-dür. 3-dür bura. Bu hissəsi isə 2-dir. Çünki bu 2-dirsə, bu da 2-dir. 3-ü vururam bu 2-yə. 6 santimetrin kvadratı. Bu hissəni mən uşaqlar bir dəfəlik hesabladım. Bir də tək-tək hesablamadım. Ayrıca hesablamadım. Toplayaq. Əlverişli üsul görürəm uşaqlar burada. 14 ilə 6 20. Bu da 21. 41. 41-i vururam 2-yə. 82 eləyəcək. 82 santimetrin kvadratı. Bunu hesabladıq. Bu da var uşaqlar. 4-cü də var. Bəlkə bunu siz hesablayasınız. Bəlkə əgər sizə çətindirsə, eyb yox. Qoy bunu da hesablayaq. Burada hesablayacağım uşaqlar bunu da. Əlavə kağız əlavə elədim bura. Bunun üçün. Qırmızı hissəni S tam kuboid üçün bərabərdir.
Hündürlük 8'dir. Burada yazmışamsa 8. Bu 8 hündürlükdürsə, bu da 8'dir. Millimetr. 9'u vururam 8'ə. Bu qırmızıdan tapıram. 2'ni yazıram burada. Çünkü hamısı 2 dənədir burada. 9'u 8'ə 72 millimetr kvadrat. Üstə gəl. Göy hissəni hesablayıram. 5'i vururam 8'ə. 40 millimetr kvadrat. Üstə gəl. Bu 9'dursa bu da 9'dur. 9'u vururam 6'ya. Çünkü bu da 6'dır. Bu 6, 5'ti bu deyəsən. 5. Bu 5'ti. Bu da 9'dur. 9'u vururam 5'ə. 45 millimetr kvadrat. Bərabərdir. Toplayaq, sonra 2'yə vurarıq uşaqlar bunları. Qaralama hissədə mən bunları toplayım. Daha dəqiq olsun. 40 ilə 45, 95 eləyər. Üstünə də 72 gələk. 7, 16, 167'ni də 2'yə vururam. 14, bir yadda. 16, 17, bir yadda. 3, 374. 374 millimetr kvadrat. Bu deməli ki, əlavə kağız əlavə elədim. Bax bu buna aiddir C-yə. Gördüyünüz. Bu isə burada yazdığım isə biraz da qaldırım, yuxarıdan daha dəqiq görünsün. D bəndinə aiddir. Davam eləyirik. Neçənci? 6-cı ilə. Fiqurların tam səthlərinin sahələrini azalan sıra ilə düzün. Bu kubdur uşaqlar. Bunu görürsünüz ki kubdur bu. 4, 4, 4. Kubdursa səthinin sahəsini tapmaq üçün bir tərəfi, bunun bir üzünü tapırıq. 16 eləyəcək. 16'nı da 6'ya vururuq. Ona görə S tam bu sarı figur üçün bərabərdir. 16 bir üzüdür. 6'ya vursam 16 metr vurulsun 6 6'ya 6 sayı göstərir. Bu da bərabərdir. Hələ öz altında yazacağam. 16'nı 6'ya vursam 96 eləyər. 96 metr kvadrat. Bu da kvadrat, kubdur. Bu düzdür. A, B, C, D'dir. Burada C'nin C'dir. Bunun da bir üzünün sahəsi, bax bir üzünün sahəsi 25'dir. Çünki tili 5'dirsə bu 25'dir. Metrin kvadratı. 25'i 6'ya vururam. S tam figurun tam səthi bərabərdir. 25 vur 6 və 6 vurulsun 25 metr kvadrat. Bu da bərabərdir 150. 150 metr kvadrat. Keçək kuboidlərə. İkisi kuboiddir, bu kuboiddir. Deməli, bunun nəyini tapırıq? Bunun da sahəsini tapaq. Deməli, burada biz 2'yə vuracaq. 10, 9'dur bu. 10 yox, 9'dur. 9'u vururam 2'yə, 3'ə. 27, 9 vur 3. Buranı tapıram. Bundan 2 dənədir. Deməli, S bərabərdir 2. Mötərizədə yazıram. 9 vur 3, 27 santimetr kvadrat. Üstə gəl 6 santimetr kvadrat. Üstə gəl bir də yazıram burada üst tərəfi. 2 vur 3'ə. Bəli, 2 vur 3 bu idi. Bəs bura nə olacaq? 9 vur 2. 18
santimetrin kvadratı bərabərdir. 6 ilə 18 24, bu da 27. 24 ilə 27-ni toplasaq 27 olacaq 51. 51-i də 2-yə vursaq 102 santimetrin kvadratı. 102 oldu. İndi burada isə yenə də S bərabərdir. 5 vur 3. Bu alt hissəni tapıram və yaxud üst hissəni tapıram. 2 yerində qalır, vurulsun. Mötərizədə 5-i vururam 3-ə 15 metrin kvadratı üstə gəl. Bu üst hissədə ona aiddir. Ona görə də 2-yə vururuq. 7-ni vururam 3-ə 21 metrin kvadratı üstə gəl. Bizim hansı hissə qaldı? Yan hissəni tapdıq, üst hissəni tapdıq. Bir dənə qaldı. Bax, bu qabaq hissə. 5'dir bu, yoxsa 5'dir, bəli. 21, bunu tapdıq. 5 vur 7. Üstə gəl 35 metr kvadrat. Bu da bərabərdir. 15, 35 eləyər 50. 50, bu da 21. 71. 71'i də 2'yə vursaq 142. 142 metrin kvadratı. İndi baxaq uşaqlar, bunları sırayla yazmaq lazımdır. Azalan sırayla yoxsa azalan sırayla yazmaq lazımdır. En böyük budur 142, bu da var 150. 150. Bunu da mən əlavə bir vərəqlə burada yazım. O biri vərəqə keçməyim. Çünki buradan mən yazacağım uşaqlar. Deməli 142 metr kvadrat. Bu D-nin-ci. D-nin-ci. 142 metr kvadrat. Yox, birinci 150 olmalıdır. Bu vərəq səhv oldu, görək. Tələsdiyindən mən də burada tələsirəm deyə bəzi şeylərin yerini dəyişik yazıram. Birinci 150'dir. 150. A, B, C. C'nin-ci. 150 metr kvadrat. Sonra gəlir 142. D-nin-cidir. 142 metr kvadrat. Sonra A-nıncıdır. A-nıncı 96 metr kvadrat. Axırıncı isə B-nincidir. Bu santimetrlə olduğundan 102 santimetr kvadrat. Bax, bu həmin bunun ardıdır uşaqlar. Azalan sırayla yazmışam. 150, 142, 96. Siz burada 102'ni görəndə deyə bilərsiniz ki, bunun yeri 142'dən sonra diyor. Bu santimetrdir. Bunlar isə metrdir. Ona görə sona 142 düşüb. Bu qədər uşaqlar.